götürdü, ovcun suyla doldurdu. Fəratı görmüşsünüz. Ovcun suyla doldurdu, istədi, içə tədə kərəət əşər Hüseyin. İmam Hüseynin susuzluğu düşdü yadına. Nə? Götürdü, əlin bir-birindən çəkdi, su töküldü. Elə bir ağa özüm məzəmmət elədi. Ya nəfsimin bə'dil Hüseyni huni. Ey nəfsim xar ol, sən su içirsən. Belə qardaş deyələr. Belə qardaş. Ona görə İmam Hüseyin ağa onun başı üstə dediyi sözü heç kimin başı üstə demədi. Hacı, dedi ki, Əbbas, əl-anın kəsərə zəhri mən və tərəcai və qəllət hiləti. Sən mən belimi sındırdın, arkadaş. Oğlun ölümü təqərrübdə çox ucatdı məni. Sənin ölümün qardaş, yalan qocatdı məni. Oğlun ölümü məni ucatmışdı. Abbas, sənin ölümü mən belimi qırdı, Əbbas. Ərəbi bir söz dedi İmam Hüseyin ağa. Qum ya əxə rəcain, qum ya əxə rəcain. Ya sahibə livai, qum istəcib duai. Ya sahibə livai. Ey hərəm teşnələri səbri səra beyləməyin gələcək. Məclisə səqqabəli su istəməyin. İlahi, əllərimizi açmışıq sənin haqq dərgahına. Səni and veririm, İmam Hüseyin ağanın sənin yanında olan hörmətinə, məqaminə. İlahi, səni and verirəm Kərbəla zəvvarlarının ehtiramına. İlahi, bir adamın qabağında əl açsın, onun rəhmi gələn, sənin əlini geri qaytarmaz. Sən kərəm sahibi, sən ilahi. Bu bəndələrin, biz üzü qara günahkar bəndələrin əl açmışıq dərgahına. Səni and veririm, aliyə baya. Səni and veririm, xanım Zeynəbə. İlahi, əllərimizi namir qaytarmaya. İlahi, bu məclisimizi bizdən qəbul elə. İlahi, ağladıq, kövrəldik, qəmgin olduq, ürəyimiz yandı, Əbu Abdullahın qəminə. Qabaqda İmam Həsənin şəhadəti gəlir, Peyğəmbərdən, hə? Biz 8 gün deyirlər, səfərin 28-i. İmam Həsən can verəndə, bu ciyər ki, tökülüb keçdə, İmam Hüseyin belə ağırdı, yana. Bax, dedi Hüseyin, sən niyə ağırlayırsan, sən ağlama, qardaş. La yevm, ke yevmik, ya Əbu Abdullah, sənin günüvə gün çatma. Mən sənin yanımda heç nəyim. Mənim bu günüm heç nədir sənin günümü yanımda. Sənin günüvə gün çatmaz, ay qardaş. İlahi, səni and görür İmam Hüseynin çəkdiyi müsibətlə, ilahi bələ. Kimin ürəyində nə mətləbi var, nə hacəti var, uzaqdan yaxından, əzizlərim gəlib nə İmam Hüseynin yasına. İlahi, kimin nə dərdi var, dərman elə. İlahi, bizi bu məclisdən əli boş yola salma. İmam-ı Zaman ağamızın ürəyin, yaralı ürəyin, biz şiyələri tərəfindən şahad elə. Ağanı görməyi, onun əlindən, ətərindən öpməyi, onun dalında durub namaz qılmaq şərəfin bizə nəsib elə. Gəlib dünyada bir gün Əli hökumətin quracaq, dədəsinin vilayətin quracaq, ilahi. O hökumətdə, o vilayətdə bir gündə olsun yaşamağı bizə nəsib elə. İlahi, ağanın gəlişi ilə dünyada zülmün və zalimlərin kökün kəs. İlahi, bizə rəhm etməyənləri bizə müsəllət eləmə. İlahi, and vermişəm öz böylüyü və şiələrin nə qədər düşmənləri var xüsusilə Vəhhabi məlunlar, işit terrorçuları. İlahi, öz lənətin onlara nazil elə. İlahi, cümə axşamıdır, ərvahil müminin azad olan gecədir. Allah bu gecə müminlərin ruhunu azad eləyər. İlahi, bizim də ölənlərimizin ruhunu bu gecə azad elə. Bizim də ölənlərimizin ruhunu bu gecə İmam Hüseyin ağıya qonaq
il qismət elədin bizə, əlhamdülillahi vəl-minə. Səfər ayıdır, məhərrəm ayıdır, əzadarıq. Gələn elə bilmirik, ölənin yaqalarıq ilahi. Amma səni and edirəm İmam Hüseyin ağıya. Onun məclisləri boş qalmasın deyə, onun məclislərində daima fəallıq, əzadarıq ilahi. Ömrümüzə bərəkət əta elə. İlahi, nə qədər xəstələr var. İlahi, mənim də xəstəm var, cəmi xəstələrə şəfa ver. İlahi, bizi yoldan düşər zəmini yenəmə. İlahi, övlad istəyənlərə salih övlad ver. İlahi və Rəbbim, İlahi və Rəbbim. Ata-babalarımız Sovet dövründə Allahsız rejimdə İmam Hüseynin məclisi, İmam Hüseynin məktəbini qoruyub saxlayıblar. Məscidlər tikiblər. Ondan sonra biri qalır qapıdakı gözətçi, içəridə əzabadını ediblər. İlahi, o kişiləri qəni-qəni rəhmət edib, İmam Hüseynə qonaq. İlahi və Rəbbim, bu kənddən nə qədər alimlər, ziyalılar, Nohxanlar, Mərsiyəxanlar dünyalarını dəyişirlər, möminlər, hamısının ruhunu şad elə. İlahi, bu kəndin dəyərli alimlərinə, Azərbaycan qardaşıma və nəinki bu kəndin, Azərbaycanımızın, Azərbaycanda olan bütün məddahların başının tacı, bizim ustadımız Hacı Nasir başda olmaqla, İlahi, hamıya bu dəyərli əzizlərimə uzun ömür, can sağlığı verdim. İlahi və Rəbbim, bizi bir saniyə olsun belə, öz başımıza bıraxma günə. İlahi, zindanda nahaqdan yatan qardaşlarımız var, İlahi və Rəbbim, İlahi və Rəbbim. Nahaqdan yatan qardaşlarımız var. Bu sözü bir də deyirəm, nahaqdan yatan qardaşlarımız var. İlahi, sənə and verəm, İmam-ı Musa Kazım Ağanın zindanda, zəncirlər altında əriyən bədəlinə, İlahi, o qardaşlarımızı tezliklə azad edin. İlahi və Rəbbim, xalqımızı, millətimizi, Azərbaycanımızı daima əziz elə. İlahi, dünyanın ən uca zirvələrində İslamın bayrağı ilə bərabər Azərbaycanımızın bayrağını dalğalandır. Bu xalqın, bu millətin, bu torpağın nə qədər daxili və xarici düşmənlər var, İlahi, onları zəlil elə. İlahi, belə məclislərdən işğal olunmuş torpaqlarımızda keçirməyinizə qismət elə. İlahi, vətən keşiyində duran əskərlərimizi xətadan, bəladan hifz elə. Müharibə oldu ilə, aclıqlar, İlahi, bizi imtihan eləmə. İlahi və Rəbbim, erməni qəsbkarlarına, siyonist rejimin işğalçı yahudilərə daima öz lənətini, əzabını nazil elə. İlahi və Rəbbim, elədiyim duaları öz haqq dərgahında qəbul eylə. İlahi və Rəbbim, İlahi və Rəbbim, İlahi və Rəbbim, sənə and vermişəm öz bölüylə, bizi öz rəhmətülə yetirməmiş, bağışlamamış bu dünyadan aparmaq. Allah hamıza əcr versin. Mən təşəkkür edirəm məni bu nurani məclisə dəvət edən əzizlərimə, Ustad Hacı Nasir başda olmaqla təşəkkür edirəm. Allah ömürlərinə bərəkət versin. Məni layiq olmasam da nalayiqəm, amma layiqdir dəvət ediblər. Allah Teala ömürlərini uzun eləsin. Gec gəldiyim üçün də hamımızdan üzr istəyirəm ki, Allah şahidi. Başqa məclisdə oxuyub gəlirəm də hər gecə 2 yer, 3 yer indi İmam Hüseyin məclislərində qoy boş qalmasın. Boş qalmasın. Allah sizi var eləsin. Əziz olasınız, Allah Teala bizi buradan əli boş yola salmasın. Allah ömrünüzə, canınıza bərəkət versin. Hazırlanın, hazırlanın, üzr istəyirəm. Nə nöqsanlarım olsa, sizə böyünüzə xatır. Bir dənə Seyid dili ilə, bizim bir gözəl bir Seyid Rıza ağamız olub kəndimizdə ki, belə başqa cür insan olub da və Seyid Rıza ağa. Hamı gözümüzün nuru olub da. İndi Seyid dili ilə necə dua edəyəsə, ruhu şad olsun, sən bilirsən. İlahi. Yine Seyid Rıza ağanı dua edir. Ustadın sözün uca Allah da eşitdi, biz də eşitdik, şahidik. Mən görməmişəm, görənlər var. İlahi və Rəbbim, bir adam üçün 40 dənə mömin onun yaxşılığına şəhadət versə, sən dilə o bəndəni bağışlayarsan. İlahi və Rəbbim, o ağa ki, Hacı adını çəkdi, Seyid Rıza ağa, İlahi və Rəbbim, sənə and verəm izzət var. O kişini bu gecə cəddi qərib ağa, İmam Rızaya qonaq verir. Onun ruhin xalqımıza, millətimizə, möminlərə duaçı elə. Onu və onun simasında bütün övliyaları, dəyərli insanları, dəyərli mömin mütədəyyin kişiləri,
ki torpağa qarışırlar ilahi, onların qəbrin nurla doldur.